Kondisioner almağı təxirə salanlar, bu video sizin üçündür. Bir çoxu düşünür ki, artıq yayın sonudur, gələn mövsüm alaram. Amma əslində indi bunun üçün ən uyğun vaxtlardan biridir. Hazırda kondisionerləri ilkin ödənişsiz, komissiyasız, üstəlik nəqd qiyməti 24 aydakı faizsiz hissələrə bölərək əldə edə bilərsiniz. Bəs kondisioner seçərkən nələrə diqqət etməlisiniz? İlk növbədə otağın ölçüsünü nəzərə alın. Çünki kiçik otaq üçün həddindən artıq güclü və böyük otaq üçün zəif kondisioner seçmək həm artıq enerji sərfiyyatına səbəb olur, həm də istədiyiniz performansı vermir. Növbəti vacib məqam enerji səmərəliliyidir. Gün ərzində uzun müddət işləyəcək bir cihaz üçün bu göstərici kifayət qədər önəmlidir. Enerji baxımından səmərəli modellər uzun müddətli istifadədə elektrik xərclərinə qənaət etməyə kömək edir. Əgər kondisioneri yataq otağı və ya uşaq otağı üçün alırsınızsa, səs səviyyəsinə də diqqət edin. Daha səssiz işləyən modellər həm rahat yuxu, həm də gündəlik istifadə baxımından üstünlük yaradır. Bundan əlavə, Wi-Fi ilə idarə etmə, timer, turbo soyutma, inverter texnologiyası, özünü təmizləmə və müxtəlif hava axını rejimləri kimi funksiyalarda istifadə rahatlığınızı artırır. Unutmayın, ən bahalı model hər zaman ən doğru seçim demək deyil. Əsas olan ehtiyacınıza, otağınızın ölçüsünə və büdcənizə uyğun modeli seçməkdir. Solitonda Beko, LG, Samsung, Riffel, AUX, Bosch, Panasonic və digər tanınmış brendlərin müxtəlif ehtiyaclara uyğun kondisioner modellərini tapa bilərsiniz. Sərinliyi təxirə salmayın. Sizə uyğun kondisioneri seçin və sərfəli kampaniya şərtlərindən elə indi yararlanın.